Bugün molekulyar fizika bölməsinə aid olimpiada məsələsinin həllinə baxacağıq. Məsələ qaz qanunları, havadakı atmosfer təzyiqi və sudakı atmosfer təzyiqi anlayışlarına aiddir. Məsələ ilə tanış olaq. Hündürlüyü böyük H olan stəkan başaşağı suya salınır. Onun dibi suyun səthi ilə eyni səviyyədədir. Stəkana daxil olan suyun kiçik H hündürlüyünü hesablayaq. Atmosfer təzyiqi P0-dır. İndi deyilənləri təsvir edək. Öncəliklə stəkanın havadakı vəziyyətinə, yəni başlanğıc vəziyyətinə baxaq. Bir stəkan çəkək və daxili, yəni stəkan içi tamamilə hava molekullarından ibarətdir. Bu bizim başlanğıc halımızdır. İkinci olaraq stəkan suya batırılıbdır və bizə deyilib ki, stəkanın dibi suyun səthi ilə eyni səviyyədə olsun. Yəni bizim suyun səthi stəkanın dibində olacaq və suya müəyyən bir su hovuzuna müəyyən bir hündürlük verək. Əgər biz stəkanı ağzaşağı vəziyyətdə, yəni içində hava olacaq şəkildə suya salırıqsa, müəyyən qədər su stəkanın içinə daxil olacaq. Və bu zaman stəkanın daxilindəki hava sıxılacaq. Hava heç bir halda çölə çıxmayacaq, sadəcə sıxılacaq. Bu sıxılma zamanı su müəyyən qədər stəkana dolmağa başlayır. Və bizdən də soruşulur ki, hündürlüyü H olan bu stəkanın, böyük H olan bu stəkanın daxilinə hansı H hündürlükdə su daxil olar? Kiçik H. Biz bu kiçik H-ı tapmalıyıq. Kiçik H bərabərdir sual. Sağ tərəfdəki şəkil isə bizim sonrakı halımız olsun. Bilirik ki, başlanğıc halda qaza təsir edən təzyiq atmosfer təzyiqidir. Onda P başlanğıc bərabərdir P0. Və bu halda qazın həcmi V başlanğıc bərabərdir H vurulsun S olacaq. H burada stəkanın hündürlüyü, S isə onun oturacağının səthinin sahəsidir. Bu kəmiyyətlə sonrakı hal üçün yazaq. P sonrakı bərabərdir P0 üstəgəl ρ vurulsun H minus kiçik H. H minus kiçik H nədir? Onu izah edeyim. Başlanğıc halda qazın təzyiqini P0 tapdıq. Sonrakı halda isə qaz müəyyən qədər sıxıldığından onun təzyiqi artmış olur. Ona görə də atmosfer təzyiqindən əlavə ona ρ H minus kiçik H qədər təzyiq əlavə olunur. Yəni stəkanın hündürlüyündən suyun daxil olduğu hündürlüyü çıxsaq, bizdə qazın nə qədər yer qalıb, onu tapmış olarıq. İndi sonrakı hal üçün qazın həcmini tapaq. V sonrakı bərabərdir S vurulsun H minus kiçik H. Verilənlərdən görünür ki, qazın təzyiqi və həcmi dəyişir, yəni sabit deyil. Bu da qaz qanununa görə izotermik prosesə uyğun gəlir. İzotermik proses Boyle-Mariotte qanunu ilə ifadə olunur. Boyle-Mariotte qanununda deyilir ki, sabit temperaturda verilmiş kütləli qazın təzyiqi ilə həcminin hasili sabit qalır. Burada verilmiş kütləli qaz deyərkən M bərabərdir konstant nəzərdə tutulur. Yəni həqiqətən də stəkanın daxilindəki qaz
stəkandan çölə çıxmır, sadəcə sıxılır. Bu sıxılma da onun kütləsinə heç bir təsir etmir. Onda Boyle-Marriott qanununa görə P başlanğıc, V başlanğıc bərabərdir P son, V son. Yerinə qoyub yazsaq, P0 vurulsun HS bərabərdir P0 plus rho J H minus kiçik H vur H minus kiçik H vurulsun S. Bərabərliyin sağ tərəfini vurub açaq. Onda P0 HS bərabərdir P0 HS minus P0 kiçik H vurulsun S. Bunu bir mötərizə daxilində saxlayaq. Təzə bir mötərizə açaq. Rho J böyük H kvadratı S minus rho J böyük H kiçik H vurulsun S. Daha sonra minus bu hissəni aşağıya salaq. Minus rho J kiçik H vur böyük HS plus rho J H kvadratı vurulsun S. Artıq bərabərliyin hər iki tərəfindəki S-ləri ata bilərik və sadələşmiş formasını yazaq. P0H bərabərdir P0H minus P0 kiçik H plus rho J H kvadratı minus rho J böyük H vur kiçik H minus rho J böyük H kiçik H plus rho J kiçik H-ın kvadratı. Burada bərabərliyin hər iki tərəfindəki P0H-lar islah gedəcək. Və buradan alırıq ki, bu ifadəyə baxın, rho J H kvadratı minus buradan kiçik H-ları mötərizə xaricinə çıxaraq kiçik H vurulsun P0 plus 2 rho J H və yekunda böyük H-lı ifadə qalır plus rho J böyük H kvadratı bərabərdir 0. Artıq biz kvadrat tənlik aldıq. Bu tənliyə görə bizim A-mız rho J B bərabərdir P0 plus 2 rho J H mənfilidir və S o da bərabərdir rho J H kvadratı. Diskriminantı tapaq. D bərabərdir B kvadrat minus 4AC. O da bərabərdir. B kvadratımız P0 plus 2 rho J H-ın kvadratıdır. Bu arada H böyük H-dır. Onda P0 plus 2 rho J böyük H-ın kvadratı minus 4 vurulsun rho J vur S-də rho J H-dır. H kvadratı rho J H kvadratı bərabərdir P0'ın kvadratı üstəgəl 2P0 4P0 rho J böyük H kvadratı plus 4 rho kvadratı J kvadratı H kvadratı minus 4 rho kvadratı J kvadratı və böyük H-ın kvadratı. Sonuncu iki ifadə bir-biri ilə
bir-birini aparır və yerdə D bərabərdir P0-ın kvadratı plus 4P0 rho J böyük H kvadratı qalır. İndi kvadrat tənliyin köklərini tapaq. H bərabərdir mənfi B plus minus kök altda diskriminant B kvadratı minus 4AC bölünsün 2A. Onda H bərabərdir mənfi B, yəni P0 plus 2 rho J H plus minus kök altda P0'ın kvadratı plus 4P0 rho J böyük H kvadratı bölünsün. Qalacaq 2 rho J. Sadələşmə aparaq. H bərabərdir. Görürük ki, surətdə P0 toplananı, 2 rho J H toplananı və plus minus P0 kvadrat plus 4 rho P0 rho J H kvadratı var. Təbii ki, bunlardan uyğun olanı, məxrəclə gedə biləcək uyğun olanı 2 rho J H bölünsün 2 rho J-dir. Məxrəcdən gedən budur. Onda biz həmin toplananla məxrəci toplananı elə bil kəsirdən bir kənara çıxaraq onu ayrıca yazaq. 2 rho J böyük H bölünsün 2 rho J plus kəsir xətti P0 plus minus kök altda P0 vurulsun. P0 plus 4 rho J böyük H-ın kvadratı bölünsün 2 rho J. Onda H bərabərdir 2 rho J-lər gedəcək. Böyük H plus P0 plus minus kök altda P0 vur P0 plus 4 rho J böyük H kvadratı bölünsün 2 rho J. Sonuncu ifadədən görünür ki, biz H üçün, yəni həmin kvadrat tənliyi üçün 2 kök almışıq, yəni plus minus. Bəs bunlardan hansını götürəcəyik? Qaydaq yuxarı. Biz görürük ki, qabın başlanğıc halda hündürlüyü H-dir, yəni qazın hündürlüyünü göstərir H. Sonraki halda isə qazın hündürlüyü böyük H minus kiçik H-dır. Və bilirik ki, yəni buradan görünür ki, qazın sonraki halı başlanğıc halından kiçikdir. H. Yəni bu halda, yəni bu kiçik olması üçün bizim kiçik H-ımız, yəni buradakı ifadə bizdən müsbət kəmiyyət almalıdır. Yəni burada görünüldüyü kimi, yəni qaz sıxılacaq, o həmin sıxıldığı yerə su daxil olacaq. Və bunun əgər əksi olsaydı, yəni su stəkanın daxilinə yox, çölə gəlsəydi, onda bizim H-ımız mənfi kəmiyyət alacaqdı. O da H plus kiçik H, bu da böyük H-dan böyük olacaqdı. Yəni bu da mümkünsüzdür. Çünki dediyimiz kimi qaz sıxılır, o sıxıldığı yerə su daxil olur. Ona görə qayıtsaq həmin hissəyə. Yuxarıda dedik ki, bizim H-ımız böyük H-dan kiçik olmalıdır. Bu hal o zaman özünü doğruldar ki, H bərabərdir böyük H plus ifadə. Bu ifadə mənfi kəmiyyət alsın. Onda H bərabərdir böyük H minus modulda ifadə almış olacaq. Yəni bu halda bizim kiçik H-ımız böyük H-dan kiçik olacaq. Onda bu tənliyin kökü
H bərabərdir böyük H plus P0 minus kök altda P0 vur P0 plus 4 rho J böyük H kvadratı bölünsün 2 rho J'dir. Artıq biz tapdıq ki, stəkana daxil olan suyun hündürlüyü bu qədər olacaq. İfadəni tapdığımıza görə gəlin müəyyən bir həmin kəmiyyətlərə müəyyən bir rəqəmlər verək və kiçik H-ın nə qədər olduğunu tapaq. Demək, başlanğıc qazın hündürlüyü götürək H böyük H-dır. Götürək 0,4 metr. Atmosfer təzyiqi bilirik ki, P0 bərabərdir 10⁵ paskaldır. Suyun sıxlığını bilirik, rho bərabərdir 1000 kiloqram bölünsün kub metr. Ağırlıq qüvvəsi isə J bərabərdir 9,8 metr bölünsün saniyənin kvadratı. Gəlin hissə hesablayaq. Deməli, bu hissəni götürün. Köçür. Və burada yapışdıraq. Demək, məxrəcə baxaq. Rho J yazılıbdır. Rəngi dəyişim. Rho J. Edəcək. Rho 1000'dir. 1000 vurulsun 9,8 o da eləyəcək 9800. Daha sonra burada 4 rho J deməli H kvadratı var. 4 vurulsun rho'ya 1000 J'yə 9,8 H-da 0,4'ün elə bil kvadratı gedəcək. H kvadrat olmayacaq. Mən yuxarıda səhv eləmişəm. Bir dənə baxım. Rho H burada 2 rho J dən bu hissəni düzəldim. H kvadrat olacaq. P0 4 P0 rho J burada H kvadratı burada H olacaq. Çox böyük səhv yox idi. Bu hissəni də düzəldim. H. Davam edək. Vurulsun 0,4 o da eləyəcək 15680 paskal. Kvadrat kökün içinə baxsaq burada deməli 10⁵ vur 10⁵ plus 15680 o da bərabərdir. İndi bu ifadəni kökdə tapsaq, kök altda 1,157 vurulsun 10⁻10 bərabərdir 1,157 vur 10⁻10. Buradan da alınacaq təqribən 7529 paskal. Kəs hissəsini hesablayaq. Onda P0 minus bu ifadə yəni 10⁵ minus 107.529 paskal o da bərabərdir mənfi 7520 təqribən belə bir ifadə alınır. Bölmə əməliyyatını gerçəkləşdirək. Mənfi
7520 bölünsün 2 Roji. Deməli, Roji 9800 idi. O da 19600 eləyir. 19600 bərabərdir. Mənfi 0.3842. Belə. Artıq biz kiçik h tapa bilərik. Kiçik h bərabərdir. Böyük h-ımız nə idi? 0.4. 0.4 minus 0. Demək 10.000-də 3842. Buradan da kiçik h-ı tapırıq ki, o da bərabərdir 0.10.000-də 158 metr. Bu da təqribən 1.6 santimetrə bərabərdir. Yəni, bu şərtlər daxilində ağzı aşağı suya batırılmış stəkana yalnız və yalnız 1.6 santimetr su daxil olacaq. Bu da ki, stəkanın ümumi hündürlüyündən çox-çox kiçikdir.